Və həqiqətən o gün çətin bir gün olacaq. O gün elə bir gündür ki, Allah subhanahu wa ta'ala o günü Yevmul Həsrə adlandırır. Yəni peşmançılıq günü. O gün hər kəs peşman olacaq. O gün bütün insanlar peşman olacaqlar. Nəyə görə peşman olacaqlar? Allah subhanahu wa ta'ala'nın əmirlərini yerinə yetirmədiklərindən dolayı. Hətta o gün elə bir gündür ki, möminlər belə o gün peşman olurlar. Peşman olmuş olduqları şey nədir? Allah azza və cəlliyə niyə görə daha çox qulluq eləyə bilmədik? Niyə görə Allah subhanahu wa ta'ala'nın əmirlərini yerinə haqqı ilə yetirə bilmədik? O gün insanlar, hətta möminlər peşman olurlar. Həmin o peşmançılıq günü, həsrət günü Allah subhanahu wa ta'ala o günün insana nəyi fayda verdiyini bizə bildirir. O gün insana nə onun malı, nə dövləti fayda verməyəcək. Yalnız səlim olan, salamat olan qəlbdən başqa. Və həmin gün insana sadəcə və sadəcə insanın səlim olan qəlbi fayda verir. Onun malı, mülkü fayda vermir.